biz niyə təqlid etməliyik? Təqlidin caiz olmasının nə kimi dəlilləri var? Mən də sübut. Onun bir çox sübutları var. Yəni kiməsə tabe olmaqlı bu aksiyomdur. Necə riyaziyyatda var aksiyoma. Yəni dəlillə ehtiyac yoxdur ki bu. Bilirsə bir 2 ildir olsuz da. Bura biz məntiq quraq, dəlil quraq, nələr quraq burada, riyaziyyat həndəsə fiqur ehtiyac o fiqurlara. Aksiomadır. Yəni ki dəlilsiz də bu. Dəlilsizdir. Nə mənim dəlil? Dəlilə ehtiyac yoxdur ki insan mütəxəssisə tabe olur evin təmirində, haransa təmirində, mühəndis məsələsi, maşın təmirində, diş həkimində. Necə biz tabe oluruq mütəxəssisə, o sahə mütəxəssisə tabe oluruq. Niyə? Biz bilmirik deyə. Biz tabe oluruq həkimə dişimizdə. Tabe olmuruq dişimizdə ev ustasına. Çünki ev ustasının ixtisası o deyil. Mütəxəssisə, fən aliminə, ixtisas aliminə tabe oluruq onun sahəsində. Burada müxtəlif dəlillər var. Birinci dəlil. Müşəhidə, nə üçün təqlid etməliyik? Birinci dəlil ağıldır. İnsan öz ağlı ilə təəssüb keçdiyi hər kənara qoy, ta kənara ayəni hədisin yox. Ağıl sənədir ki, sən bu yaşayış həyatında necə hər mütəxəssisə tabesən onun öz sahəsində, sən dini suallar çıxır qarşına. Onun cavabını kim verəcək? Diş həkimi yox, maşın malyar eləyən yox, nə bilim ev ustası yox, asfalt ustası yox, nə bilim qaz ustası yox. Və kim? Mütəxəssis. Ağlımız bizə hökm verir ki, o məsələlərdən ki, sənin məlumatın yoxdur, agahlıqın yoxdur, elmin yoxdur, mütəxəssis insana eləsə müraciət. Bu bizə ikinci ağıl deyir. Çünki heç bir fərd, heç bir insan elə bilməz ki, hər sahənin alimi olsun. Bir nəfər həm həkimdir, həm nə bilim asfalt ustasıdır, həm ev ustasıdır, həm nə bilim idman ustasıdır, həm din alimidir, həm nədir mümkün deyil. Hər şeyi bilən Allahdır da. Düzdür? Elə bir şəxs varmı ki, Allahdan sonra hər şeyi bilsin? Yox. Hər şəxs öz sahəsində mütəxəssisdir. Tibb bilimində dəri həkim var, demək göz həkimi, demək diş həkimi. Hamısı ararıdır. Desən, ay həkim, mən dişimi ağrıyır, deyir, mən dəri həkimiyəm, get diş həkiminin yanına. Mən bir cümlə bilim, o daha çox bilir. Bizi ara yönləndirir mütəxəssisin yanına. Deməli, bizim həyatımız bağlı təqlidə. Bizim həyatın gedişatı qurulub təqlidin əsasında, təqlidin üzərində. Misal burada həkimi tabe oluq da biz. Tabeçilik, yəni təqlid. Vəssalam. Tabeçilik, yəni təqlid. İndi bura nə ad versənsə ver, deyək təqlid deyək dini termindir, nə bilim İraq müşrididir, İran müşrididir, narahatsan yaxşı demə. O bir ad ver. Mütəxəssis tabe olursan hər sahədə, deyir ki, hə. Necə sənin ölün olanda, Quran-Kərimdə var meyit namazı, Tövbə surəsində. Orada meyidin yu yoxdur, meyidin qusulu yoxdur, kəfən yoxdur, nə bilim nə yoxdur, nə yoxdur. Düzdür? Nəzr eləməlisən, çağırsan molla. Bunu öz başına edir ki, o molla da müştehid deyil, tabedir müştehidə, onun fətvası əsasında kəfənli dəfn edir də. Mənbə haradır? O müştehid əlində olan etibarlı hədislər ki, imamlarımızdandır. Bəzi insan var, deyir, mən müştehid tanımıram, hətta var bizim dindarlar da. Ki, bizə hər gün illə müraciət, şikayətin var, ay müəllim, ay yoxsa belə bir insanlar var. Hətta bax, dünən mənə deyilib, cəmaat namazında iştirak edir, oruç tutur, namaz qılır, amma təqlid edir, deyir, müştehid tanımıram. Deyir, müştehid özüməm. Yaxşı namaz qılırsan, nəyə əsasən qılırsan? Nəyə əsasən? Tutsan oruç, nəyə əsasən? Hər şey Quran-Kərim yoxdur. Yemirsən, içmirsən və filan əmələ etmirsən. Quran-Kərimin bəzi qadağaları var, hamısı yoxdur. Nəyin əsasında edirsən bunu? Özləri bilmir ki, bizim bəzi insanlar ki, təqlidi pis bilirlər, qəbul eləmirlər,
Onlar özləri bilmədən, xəbəri olmadan təqlid edirlər. Xəbəri olmadan təqlid edilir. Qurban kəsməndə, kəbin kəsməndə, həccin özündə 7 dəfə fırlanır kəbin başına sol tərəfdən. Var Quranda soldan fırlan. 7 dəfə fırlan. Quranda təvaf elə. Var Quran-ı Kərimdə həccin əməllərinin hamısı yox. İndi sən desən, müşrik qəbul eləmirəm. Mənsən yeni fikrin olmalıdır. Tam fərqli. Düzdür? Deyir ki, hə. Bəs yaş o harda yazılıb? Nəyə əsasən sən bunu eləyirsən? Demirsən, mənbə Qurandır, Quran mənə göstərdi onu. Sonra, bu əqli baxımından, ağıl baxımından təqlidin vacibliyi ki, normal bir şeydə hər insan bilmədiyi məsələ barəsində tabi edə bilən insana. Usta, məsələn, evi şkatorri, sementin vurur, məsələn ki, usta, məsələn, çək nərlinin üstünə emosiya və ya çək üstünə bunun şpatulka vurursan, deyir, yox, qurusun sonra. Deyirsin ki, yaxşı. Gəlsə həkimin yanına, dişi müalicə edir, nərlini çəkir filan, deyir, 2 saat yemə. Deyirsən, başısı. Niyə tabi olursan? Axı, sən bilmirsən deyə. Niyə aptekin oxuduğu resepti tabi olursan? Çünki sən bilmirsən, tabi olursan mütəxəssisə, aptek kişisinə. Nədir qəbul edirsən? Niyə qəbul edirsən? Və bir dənə sual verim. Deyirlər, təqlid yoxdur. Düzdür. Din xalinə tabi olmaq olmaz. Birinci sualda ki, sən niyə tabi olursan mütəxəssisə? İkinci, sən mənə elə sübut ki, sənin təqlidin qəbuldur. Və sən niyə əsasən təqlid edirsən? Niyə əsasən? Mənə deyirsən ki, sən niyə təqlid edirsən? Deyirəm ki, yaxşı. Bəs sən niyə təqlid edirsən diş həkimlə? Niyə? Var mı əlində sübutun, faktın? Deyəcək ki, o bilir. Ay, o bilir, dinin qadə qanunlar, sən mən yox.